2 milyon nəfər Bakıdan çıxarılır. Bu binaların yarısı sökülür. Bu indi hələ ki belə söhbətlər gedir ki, yaxın gələcəkdə bunlar reallaşmalıdır. Çünki Bakı demək olar ki, belə uçurumun kənarında dayanıb. Bir neçə ildən sonra o uçuruma aşa bilər. Çünki bölgələrdə, əyalətlərdə adam qalmayıb, insan qalmayıb, hamı köçüb gəlib Bakıya. Çıxış yolları axtarılır. Global.az Elçin Bayramlı ilə sosioloqdur. Onunla biraz bəzi açıqlamalar istəyiblər, bəzi belə dedikodu ediblər də Bakı ilə bağlı ki, Qazaxlar demiş ki, biraz da qap ediblər ki, görək bu Bakının gələcəyi necə olacaq. Mən də yaxşı görmürəm. Taksi gəlir, minirəm taksiyə, gəlirəm öz ünvanmada Kinoteatr Nizaminin yanındayım. Taksi deyir ki, mən burada saxlaya bilmərəm. Deyirəm, ay kişi, mən harada düşüm? Deyir ki, xanım, mən maşını saxlayan kimi həmən kameraya düşəcəm, məni cərimə eləyəcəklər 100 manat. Mən bilmirəm bu sualı kimə verim ki, mən mərkəzdə yaşayıram. Mənim evim var burada, mənzilim var burada. Mən hələ başqa şeyləri demirəm, hansısa bir evi təmir edəndə, hansısa bir mebeli dəyişəndə aparmaq, gətirmək qeyri-mümkündür. Çünki deyirlər buralarda bizim ünvanda, məsələn Həzrət Aslanov küçəsində yaşayıram da, deyirlər burada maşın saxlamaq qəti qadağandır. Həmən də cərimə yazılır. Ona görə də sürücülər, heç kim burada maşın saxlamır. Hörmətli qurumlar, hörmətli bu işlə məşğul olan, bu işə baxanlar. Bəs yaxşı, mənim mənzilim var burada. Mən harada düşüm maşından, harada inim maşından? Bəlkə siz bir çıxış yolu göstərəsiniz. Görək Elçin nə deyib? Deyir ki, artıq paytaxtda deyir, xaotik və sürətli tikintilər paytaxtı yaşanmaz hala salıb. Hamı da tikir. Hamı da tikir. Axı bu qədər ev tikmək mi olar bu Bakıda? Niyə görə tikirsiniz? Niyə icazə verirsiniz? Bilmirəm, Baksovet icazə verir, Bakı şəhər icra hakimiyyəti icazə verir. Ya şəhər salma bizim idarə var, komitə var, o mu icazə verir? Kim verir icazə? Bu evlər bu qədər tikilir, maşınları saxlamağa, avtomobilləri saxlamağa yeri yoxdur. Nə bilim, kanalizasiya düz işləmir, lift düz işləmir. Heç nə, hər şeydə bir çatışmamazlıq, amma binalar tikilə-tikilə gedir, özü bir mənzili 40 nəfərə satırlar. Bunun qarşısını kim almalıdır? Gəlib Amerikan almalıdır. Bunun qarşısını Fransız almalıdır. Biz özümüz bu Azərbaycana düşmənik. Azərbaycana düşmənik. Deyəndə dedilər prezident. Prezident gəlib sən tikintiyə baxmalıdır. Prezident gəlib mənzil bölməlidir. Görün nədir? Təkcə yağışlı, qarlı havalarda deyil, adi vaxtlarda da Bakıda nəqliyyatın hərəkəti mümkünsüz vəziyyətdədir. Avtomobili idarə etmək yaxud saxlamaq imkan yoxdur. Su boruları, elektrik naqilləri, qaz xətləri maksimum gərginlikdə işlər. Ölkə əhalisinin yarısı burada cəmləşib. Paytaxtda, Bakıda. Mən Şabramda yaşayıram, mənim küçəmdə, mən küçəmdən də o bir tərəfdə ünvanlarda insanlar qalmayıb, hamı Bakıya köçüb gəlib. Mən bilmirəm, bu Bakıda iş varmı? Mən normal iş tapa bilmirəm. Bir adam məndən xahiş edəndə ki, Sarıxan, mənə iş lazımdır. Mən o adamlar üçün iş tapa bilmirəm. Deyirəm, mən iş yerləri yoxdur, harada iş tapım? Axı, bu adamlar gəlir burada nə işlə məşğuldur və problemləri deyir ki, isə lokal tədbirlərlə aradan qaldırma mümkün deyil. Tamamilə fundamental şəkildə həll oluna bilər. Bu da ancaq nəzərə cəhətdən mümkündür, praktik yox. Çünki ən azı 10-15 il vaxt və 100 milyard pul lazımdır. Paytaxtda son 20-30 ildə tikilən binaların ən azı yarısı sökülməlidir. Bəli, biz də razıyıq, sökülməlidir. Çünki plansız tikilən evlərdir. Bu şəhər çökəcək, paytaxt çökəcək, paytaxt suyun altında qalacaq, insanlar torpağın altında qalacaq. Yaxşı, çıxış yolunu necə tapaq? Heç kim fikirləşmək istəmir. Nəzərdə tutublar ki, xüsusən də məcburi köçkünləri Qarabağa köçürmək lazımdır. Bununla da heç olmasa gərginliyi azaltmaq olar. Orada da problemlər var. Bu neçə gündür yağışdan sonra orada da nələrsə paylaşıblar. Bax, göstərirlər də bu qiymət qoyurlar evə. Bu evin qiyməti uzağı 27 min manatda 30 min manata başa gəlib. Amma onu belə sənədləşdirirlər ki, güya bu evin, mənzilin tikilməsinə 150 min manat pul xərclənib. Etməyin bunları. Qapının çərçivələri, qapılar, pəncərələr, kanalizasiya boruları, su, tavan, döşəmə, hamısı sökülüb gedib. Heç bir il deyil onlar tikilib. Neynəmsiniz bu pulları? İnsanları köçürürsünüz oraya, insanlar narazı qalır, dönürlər Bakıya.
Bilmirəm. Bunun üçün də deyirlər prezident etməlidir. Prezident niyə etməlidir? Prezident niyə etməlidir? Bəs o pulları oğurlamayın da. Oğurlamayın, bu kadar pul oğurlamaq olmaz. Biraz da vətəndaşları düşünün. Biraz da bu Azərbaycanı düşünün. Düşünün də Azərbaycanı.